Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 3-cü bölmənin 5-ci mövzusunu izah edəcəm. Toxumların cücərməsi mövzusu çox maraqlı və çox asan mövzudur. Yəni bu dərsi dinləməklə belə artıq siz bu mövzunu öyrənəcəksiniz. Toxumun cücərməsi üçün vacib olan amillər var ki, onları qruplaşdıracağıq və bir-bir izahını biləcəyik və ondan sonra bu mövzudan gələn KSK-dəki bütün sualları düzgün deməli cavablandıracağıq. Açar sözlərə baxaq. Cücərmə, rütubət, hava, temperatur. Rütubət deyəndə uşaqlar, yəni suyu nəzərdə tutur. Hava, temperatur da, yəni istilik nəzərdə tutur. Əslində hər toxumun cücərməsinin özünün müəyyən temperaturu var. Yəni bütün bitki toxumları üçün cücərmə temperaturu eyni deyil. İndi onlar haqqında danışacağıq. Toxumların cücərməsini araşdıran tədqiqatçı apardığı təcrübə nəticəsində təcrübə aparıb uşaqlar baxın, birinci sınaq şüşəsi, ikinci sınaq şüşəsi, üçüncü sınaq şüşəsi və dördüncü sınaq şüşəsi. Birinci sınaq şüşəsi, yəni A şüşəsinə quru pambıq qoyub üzərinə toxum qoyub. İkinci sınaq şüşəsində, yəni B sınaq şüşəsində yaş pambıq qoyub və üzərinə toxumları qoyub. C, yəni üçüncü sınaq şüşəsində qaynar su töküb, özü də toxumların üzərinə çıxacaq qədər, yəni ondan da çox su töküb. Dördüncü sınaq şüşəsində isə ikinci sınaq şüşəsində olduğu kimi yaş pambıq qoyub, üzərinə toxum qoyub, amma temperaturu -4 dərəcə Selsidə saxlayıb. Bu zaman tədqiqatçı bu təcrübələri aparan zaman baxıb görüb ki, bu 4 sınaq şüşəsindən yalnız B, yəni bu ikinci sınaq şüşəsindəki toxumlar cücərdi. Nə üçün təkcə bu cücərdi, qalanları cücərmədi? Toxumun cücərməsi üçün vacib amillər var uşaqlar. Bunlar nədir? Toxumun cücərməsi üçün vacib olan amillər hava, temperatur, qısa-qısa yazıram, rütubət, bir də mütləq uşaqlar sağlam rüşeym olmalıdır. Yəni, əgər rüşeym sağlam deyilsə, nə olsun bu hissələr var? Çünki rüşeymin hissələri var idi da, kökçük, gövdəcik, ləpə yarpağı, tumurcuq. Rüşeym kökçüyündən əsas kök əmələ gəlirdi. Rüşeym tumurcuğundan gövdə yarpaq əmələ gəlirdi. Əgər rüşeym sağlam deyilsə, onsuz da heç nə əmələ gəlməyəcək ondan. Ona görə də bu amillər vacibdir. İndi birinci sınaq şüşəsinə baxaq görək bu amillərdən nə yoxdur? Hava var. Hava daxil olur bura. Temperatur da normaldır. Çünki aşağı olsaydı üstündə yazardı. Sağlam rüşeymlər də var. Amma quru pambıq qoyub, rütubət yoxdur. Rütubət olmadığına görə buradakı toxumlarda heç bir dəyişiklik olmayacaq. Necə ki, tədqiqatçı ora toxum qoyub, elə də qalacaq. İkinci sınaq şüşəsində isə həm hava, həm temperatur, həm rütubət, çünki pambığı yaş eləyib, pambıqdan toxuma su keçir. Həmçinin də rüşeym sağlamdır. Buradakı toxumlar yavaş-yavaş şişəcək və cücərəcək. Bunlardan deməli rüşeym kökçüyündən əsas kök əmələ gələcək, rüşeym tumurcuğundan yerüstü hissəsi əmələ gələcək. Üçüncü sınaq şüşəsində nə olacaq uşaqlar? Qaynar su töküb. Toxum şişəcək, amma su qaynar olduğuna görə rüşeym məhv olacaq. Rüşeym məhv olur, yandırıraq onu. Bir də uşaqlar, bura su tökübsə, hava yoxdur axı suyun içərisində. Toxum nəfəs ala bilməyəcək, tənəffüs eləyə bilməyəcək. Ona görə də burada cücərmə olmayacaq. D sınaq şüşəsində, yəni 4-cü sınaq şüşəsində rütubət var, hava var, amma temperatur nədir? Temperatur çox aşağıdır. Aşağı olduğuna görə də burada da toxum neyəcək? Cücərməyəcək. Ona görə də şişə bilər, amma cücərmə prosesi olmayacaq, çünki rüşeym inkişaf edə bilməyəcək. Bu amilləri sübut etmək üçün bir təcrübədir. Sizcə toxumların cücərməsi üçün hansı şərait olmalıdır? Dedik, hava, temperatur, rütubət və sağlam rüşeym. Toxumun cücərməsi əlverişli şəraitdə, yəni uşaqlar əlverişli şərait deyirsə, hər bir bitkinin özü üçün əlverişli olan şərait, yəni özü üçün əlverişli olan temperatur, əlverişli olan rütubət. Yaxşımı? Buna diqqət eləyirik. Əlverişli şəraitdə onun canlı rüşeyminin inkişaf edərək yeni bitkiyə başlanğıc verə
bilməsi prosesidir. Yəni cücərmə, yəni toxum cücərir, yeni bir bitkiyə başlanğıc verir. Cücərmə zamanı yaşıl yarpaqlar əmələ gələnə kimi rüşeym toxumun ehtiyat qida maddələri hesabına qidalanır. İndi belə bir sual verim. Əgər bu buğda toxumudursa, qarğıdalı toxumudursa, ehtiyat qida maddəsini hardan alacaq? Endospermindən. Çünki birləpəli bitkilərdə ehtiyat qida maddəsi endospermdədir. Əgər lobyadırsa, ləpə yarpaqlarından alacaq. Əgər quş əppəyidirsə, ləpəsində, rüşeym kökçüyündə, rüşeym gövdəciyində. Əgər qaymaq çiçəyidirsə, həm rüşeymin hissələrindən, həm də endospermindən alar. Bu keçən dərsimizin bizə əzbərləməli olduğumuz hissəsidir. Yadınıza salıram. Çünki kesə-gedə qarşınıza çıxa bilər. Cücərmə zamanı yaşıl yarpaqlar əmələ gələnə kimi rüşeym toxumun ehtiyat qida maddələri hesabına qidalanır ki, bunları da dedik, hər bitkidə harda toplanır. Bu zaman o həm də öz enerji ehtiyacını təmin edir. Yəni necə ki biz yemək yeyəndə enerjimiz olur, bu toxumun rüşeymi də elədir. Qidalanır o ehtiyat qida maddəsi hesabına, enerjisi yaranır və orqanları əmələ gəlməyə başlayır. Əksər bitkilərin toxumlarının cücərməsi üçün müəyyən temperatur, rütubət və hava lazımdır. Bununla yanaşı toxumun canlı rüşeymi zədələnməmiş olmalıdır. Zədələnsə inkişaf eləməyəcək. Bu amillərdən biri olmadıqda toxum cücərməyəcək. İndi baxın, belə bir təcrübə verib toxumların cücərməsi üçün 15 ədəd toxum götürüb 3 ədəd kiçik şüşə qaba torpaq, su əlavə olunub. Birinci və ikinci qaba quru torpaq doldurulub. Birinci və ikinci qabdakı torpağa şüşəyə yaxın yerləşəcək şəkildə 5 ədəd toxum bastırılır. İkinci qaba biraz su əlavə edilir. Burada quru torpaqdır, artıq burada nəm torpaqdır. Üçüncü qabda isə deməli toxum qoyub üzərinə su çıxana qədər su doldurub. Hər üç qabı deyir ki, sinif otağınızda yerləşdirin. İndi buna biraz vaxt lazımdır uşaqlar toxumun cücərməsinə. Yenə amilləri nəzərə alaraq bir neçə gündən sonra hansı qabda toxum cücərə bilər? İkinci qabda. Niyə ikinci qabda? Çünki hava da daxil ola bilir, toxum nəfəs ala bilir, rütubət də var, toxuma keçə bilir. Temperatur və sağlam rüşeym. Birincidə heç bir dəyişiklik olmayacaq, necə qoymuşuq elə qalacaq. İkincidə toxum şişəcək, amma nəfəs ala bilmədiyi üçün, hava olmadığı üçün cücərməyəcək. Əgər qablar qaranlıqda saxlanılarsa nə baş verər? Və əgər qablar deməli qaranlıqda saxlanılarsa bu zaman ikinci şüşədəki qabda toxumlar cücərəcək. Çünki toxumlar cücərən zaman onların işığa heç bir ehtiyacı yoxdur və biz işıq amilindən danışmamışıq toxumun cücərməsi üçün. Sadəcə demişik ki, nəm olmalıdır, yəni rütubət olmalıdır, hava olmalıdır, temperatur olmalıdır, sağlam rüşeym olmalıdır. Əgər qablar soyuducuda saxlanılarsa toxumlar cücərərmi? Soyuducuda saxlanılarsa toxum cücərməyə bilər. Hansı ki, yüksək temperaturda cücərəsi toxumlar orada cücərməyəcək əlbəttə ki. Çünki mən dərsin əvvəlində nə dedim? Dedim ki, bir çox bitkilərin toxumları yüksək temperaturda, yəni hər bitkinin özünün cücərmə temperaturu var, cücərməyə bilər soyuducunun içərisində. Toxumlar cücərərkən bir sıra ardıcıl proseslər baş verir. Toxum əvvəlcə suyu udur. Yəni birinci toxum neynədir? Suyu uddu. Ən birinci proses budur. Suyu udaraq şişir. Sonra ikinci proses o şişdikcə artıq toxumun elə bil ki qabığında yerləşmir. Qabığa yerləşmədiyinə görə qabığı çatladır. Adi özümüz su içəndə deyirik, köpdüm, çatladım. Əslində biz çatlamırıq, düzdür, amma su hələ ki bədənimizdən süzülənə qədər bizə narahatçılıq verir. Burada da suyu udub, şişib və qabığı çatlayır. Cücərməkdə olan toxumda ilk olaraq rüşeym kökçüyündən əsas kök çıxır. Yəni bizdən soruşsalar ki, ən birinci nə əmələ gəlir? Orqan olaraq toxumdan əsas kök əmələ gəlir. Birinci əsas kök əmələ gəlir. Sonra əsas kökün üzərində yan köklər əmələ gəlir. Əsas köklər əmələ gələndən sonra onun üzərində əmələ gələn köklər yan köklərdir ki, yan köklərin köməyi ilə o torpağa daha möhkəm bərkidilir. Daha sonra rüşeym gövdəciyi əksər hallarda rüşeym kökçüyündən sonra xaricə çıxır. Yəni rüşeym gövdəciyi rüşeym kökçüyündən sonra xaricə çıxır. Deməli, birinci kökçük çıxır. Rüşeym tumurcuğundan əsl yarpaqlar inkişaf eləyir.
və lobiya bitkisində rüşeym gövdəciyi böyüyərək torpağın səthinə öz ləpələrinin tumurcuqlarını çıxara bilir. Baxın, ləpələr çıxa bilir. Amma qarğıdalı toxumun cücərən zaman rüşeym gövdəciyi zəif inkişaf etdiyinə görə ləpələr torpağın üzərinə çıxmır. Qarğıdalıya da baxaq. Baxın, ləpələr torpağın üzərinə çıxmır. Onda elə birbaşa ilk yarpaq torpağın üzərinə çıxır. Deməli, buranı bir də qeyd eləyirəm. Deməli, rüşeym gövdəciyi rüşeym kökcüyündən sonra xaricə çıxır. Deməli, birinci rüşeym kökcüyündən əsas kök, ikinci kök əmələ gələndən sonra gövdəcik xaricə çıxacaq. Yaxşımı? Sonra ola bilər ki, bu gövdəcik yaxşı inkişaf eləyibsə, ləpə yarpaqları üzə çıxa bilər. Əgər zəif inkişaf eləyirsə, ləpələr üzə çıxmayacaq. Ləpələr üzə çıxır. Lobiyada üzə çıxmır. Nədə? Deməli, taxıllarda, yəni qarğıdalıda. Daha sonra bu ləpələr aralandıqdan sonra içərisindən əsl yarpaqlar çıxır. Ləpə nə idi? Rüşeymin hissəsi idi ləpə yarpaqları. Amma rüşeymin ləpə yarpaqlarından sonra əsl yarpaqlar əmələ gəlir. Bu da oldu, deməli, toxumun inkişafı, bu da qarğıdalı toxumun cücərməsi. Yenə də toxum əkmiş isə birinci əsas kökdən yan köklər inkişaf eləyəcək. Daha sonra isə ləpə yarpaqlarını üzə çıxara bilmir və birbaşa ilk yarpaqlar üzə çıxır. Sonra da gövdə hissəsindən də əlavə köklər əmələ gəlməyə başlayır. Nə üçün toxumlar kağız paketlərdə və ya anbarlarda uzun müddət cücərmədən saxlanıla bilər? Uşaqlar, toxumun cücərməsi üçün nə lazım idi? Hava, rütubət, temperatur, sağlam bir şey. Kağız paketin və yaxud da anbarda onların cücərməsi üçün rütubət yoxdur. Rütubət yoxdursa cücərməyəcəkdir, elə deyil. Ona görə də uzun müddət saxlanıla bilər. Cücərən toxumlarda həyat fəaliyyəti sürətlənir. Yəni, cücərən toxumlarda sürətli bir inkişaf gedir. Çünki kökcük əmələ gələcək, əsas kök əmələ gələcək, gövdə xaricə çıxacaq, yarpaq, əsl yarpaq əmələ gələcək. Ona görə də sürətlənir. Və buna görə də toxum cücərən zaman uşaqlar, rüşeymin qidalanması, tənəffüsü güclənir. Toxum cücərən zaman daha çox oksigendən istifadə edir. Axı sürətlənir tənəffüsü, daha çox karbon qazı xaric edir, daha çox qida maddəsi parçalanır. Bunlara diqqət edirik, qrafik şəklində qarşımıza çıxa bilər. Bütün bunların nəticəsində istilik ayrılır. Və toxumlar cücərərkən istiliyin ayrılmasını müşahidə etmək olar, həmin hissədə isti olur temperatur. Əgər toxumları qapalı qabda nisbətən uzun müddət saxlanılarsa, onların rüşeymi məhv olur və cücərmə qabiliyyəti itir, çünki hava ala bilmirlər qapalı qabda, nəfəs ala bilmədiyinə görə, çünki onlara tənəffüs lazımdır, hava lazımdır, məhv olurlar. Ona görə də toxumları quru, havası yaxşı dəyişdirilə bilən şəraitdə saxlayırlar. Bilirsinizmi də bizə vacib bir məlumat var uşaqlar. Bu nədir? Bayaqki sınaq şüşələri var idi. Biz dedik ki, 3-cü sınaq şüşəsində, yəni C şüşəsində içini su ilə doldurmuşduq. Dedik ki, bu şüşədə hava yox idi və toxum cücərmirdi. Amma istisna bir bitkimiz var ki, bu nədir? Bir ləpəli bitki olan çəltik, yəni düyü, cücərərkən suda həll olmuş oksigendən istifadə edir. Çəltik toxumları suyun altında cücərir. Bizə əgər bu sınaq şüşələrini versə, İstər buradakı 3-cü sınaq şüşəni, istər buradakı, yəni C şüşəsini. Desək ki, burada hansı bitkinin toxumları cücərə bilər? Biz çəltiyi götürə bilərik. Çünki çəltik toxumları, suyun tərkibində oksigen var, axı H2O-dur. Suyun tərkibindəki oksigenlə nəfəs ala bilir çəltik toxumları. Qalan bitkiləri isə deməyəcəyik. Bunu da mütləq özümüz üçün qeyd edirik. Gəldik, öyrəndiklərinizi tətbiq edilən noxud toxumu cücərərkən baş verən dəyişikliklərlə əlaqəli qrafiki nəzərdən keçirin. Baxırıq, toxumun cücərməsi zamanı, toxumun kütləsinin zamanın asılığı, ayrılan istilik miqdarı, ləpələrdəki maddə miqdarı, istifadə olunan oksigenin miqdarı. Hansı qrafik düzgün tərtib olunmuşdur? Baxın uşaqlar, toxumun kütləsi cücərən zaman azalır, sonra artmır. Ona görə də bu qrafik doğru deyil. Daha sonra ayrılan istilik miqdarı bayaq nə dedik? Dedik ki, toxum cücərən zaman istilik ayrılır. Amma burada isə sabit götürüb. Bu da səhvdir.
A da doğru değil. Ləpələrdəki maddənin miqdarı. Biz dedik ki, toxum cücərən zaman ləpələrdəki maddələr hesabına qidalanır. Yəni ondan istifadə edir. Əgər ləpələrdəki qidadan istifadə edəcəksə, onda ləpədəki qida miqdarı azalacaqdır, elə deyil? Bəli, azalacaq. Onda C variantı doğrudur. Keçək D variantına. İstifadə olunan oksigenin miqdarı, biz dedik ki, cücərən zaman toxumda həyat, fəaliyyət, tənəffüs güclənir. Daha çox oksigen istifadə eləməlidir. Bunu deyir ki, daha az istifadə eləyir. Ona görə də bu düzgün cavab deyil. Ona görə də D doğru deyil. Toxum cücərərkən ayrılan karbon qazının zamanla asılı qrafiki necə götürərik? Toxum cücərərkən daha çox tənəffüs edirsə, o zaman ayrılan karbon qazının miqdarı daha çox tənəffüs edir. Deməli daha çox oksigen, daha doğrusu karbon xaric eləyəcək. Ona görə də nə götürərik? Düz mütənasib götürəcəyik. Yəni cümlələrdən qrafikləri düzəltməyi öyrənin uşaqlar. Öyrəndiklərinizi yoxlayın. Toxum cücərərkən rüşeym kökçüyü və rüşeym tumurcuğundan bilavasitə nə inkişaf edir? Rüşeym kökçüyündən dedik ki, əsas kök inkişaf eləyir. Rüşeym tumurcuğundan da nə inkişaf eləyəcək? Tumurcuqdan deməli zoğ və yarpaqlar inkişaf eləyəcək. Yazırıq zoğ, bir də yarpaq. Keçdik. Şəklə əsasən hansı mərhələlərdə toxumun ləpələrində daha az ehtiyat qida maddələrinin olduğunu söyləmək olar? Baxın, daha artıq böyüyüb. Hansı mərhələ? 4-cü və 5-ci mərhələdə. Baxın, ləpə demək olar ki, artıq ləpə yarpaqları görsənmir. Çünki onlarda ehtiyat qida maddələri minimuma enib və əsl yarpaqlar artıq əmələ gəlməyə başlayır ki, o yarpaqlar əmələ gələndən sonra da ləpələr onsuz da quruyub torpağa qarışacaq. Çünki əsl yarpaqlar əmələ gələndən sonra fotosintez eləyib özü üçün üzvü maddə yaradacaq. Üçüncü sual, qaynar suya salınmış toxumlar nə üçün cücərmir? Çünki qaynar su rüşeymi məhv edir. Rüşeym məhv oldusa, artıq kökçükdən nə kök əmələ gələ bilər, nə də tumurcuqdan zoğ, yarpaq əmələ gələ bilmir. Ona görə də qaynar suya salınmış toxumlar rüşeymləri məhv olduğuna görə cücərmirlər. Bu da oldu. Toxumların cücərməsi mövzusu uşaqlar çox asan, çox rahat mövzudur. Bir dənə şəkillərə diqqət eləyin. Dediyim hissələri, altından xətt çəkdiyim hissələri, əvvəlcə hansı proseslərin olduğuna diqqət eləyin. İstəyirsiniz bir dəfə də sizin üçün təkrar eləyim. Toxum cücərərkən birinci suyu udur. Suyu udduğuna görə şişir. Şişdiyinə görə nə olur? Qabığı çatlayır. Özünüz üçün qeyd eləyin. Qabığı çatladıktan sonra ən birinci nə olur? Rüşeym kökcüyündən əsas kök əmələ gəlir. Əsas kökdən sonra yan kök əmələ gəlir. Artıq bu toxum torpağa bərkdən sonra, bundan sonra yaranır deməli rüşeym. Əgər gövdəcik yaxşı inkişaf eləyibsə xarica çıxır. Əgər yaxşı inkişaf eləməyibsə xarica çıxa bilmir. Və rüşeym tumurcuğundan əsl yarpaqlar inkişaf edir. Və belə də inkişaf davam edir. Yeni bitki əmələ gəlir. Bu da oldu toxumun deməli cücərməsi mövzusu. Gələn dərslərdə görüşək. Suallarınız da olsa rəylərə yazmağı unutmayın. Sağ olun.